Wow, bizi yenə də təəccübləndirdilər. Heç həyatınızda bu boyda Philadelphia roll görmüşdünüz? Biz də görməmişdik. İlk dəfə canlı-canlı bunu Muşu Bakuda datdıq. Bir dənə bunun ölçüsünə baxın, görün nə boydadır. Hələ üzərindəki balığın qalınlığını demirəm. Ortadakı Philadelphia pendirinin dadı o qədər ləzzətli idi ki, ağarza demiş, elə bil dondurma idi. Bu arada biz Muşu Bakunun Targovi filialındaydıq. Bu filialdan savayı onların statistika filialı da fəaliyyət göstərir. O böyük Philadelphia rolun qiymətini deməyəcəm. Sizi qorxutmayacağam. Öz fərziyyələrinizi aşağıda rəy bölməsində yazın. Əlavə olaraq menyudan luxury set götürmüşdük. Qiyməti 75 manat idi. Bu qətiyyən 2 nəfərlik deyil. Bununla qonaqlıq yola vermək olar. Menyuda əlbəttə ki, daha münasib super setlər var. Muşu Bakunun statistika filialında da daha öncə olmuşdum. Targov filialındakı rollar da birəbir eyni idi. Düyüsü də qədərində, içliyi də qədərində, üzərindəki balığı da qədərində. Çox dadlıdırlar. Bunları mütləq sınamalısınız. Ən əsası istifadə edilən pendir super ləzzətlidir. Tövsiyə edirik. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.